köynələr. Deyirəm, vaxt var idi. Bu arxa planda gördüyümüz var ha. Yəni bu cür halla biz çox tez-tez rastlaşardıq da. Yəni ki, köhnə Bakı üçün quş saxlamaq, biz ona quşbaz deyirdik də öz aramızda. Bu bir adət-ənənə idi. İndi hal-hazırda bu adət-ənənə çox təəssüflər olsun ki, yavaş-yavaş yox olur, gedir. Yəni hətta indi quşbaz kiməsə deyəndə biraz başqa mənada onu başa düşürlər. Amma quşbaz, yəni bax bu deməkdir. Yəni ki, göyərçinləri saxlayardılar. Bax bu göyərçinləri uçurdardılar. Göyərçinlər göyə qalxanda baxardılar onlara, çorta gedərdilər. Bax indi mən bu dağı sizə göstərirəm. Həmən bax o, yəni nadir quşbazlar kimi ki qalıb Bakıda, bax onların birinin bax belə deyək quşlarını, quşxanasını. Baxın buna. Adını çək, qulağımı çəkdi. Ələkbər də gəldi. Quşlar da ki getdi göyə. Baxın, baxın, baxın. Gör necə uçurlar. Gör necə gözəllikdir. Doğrudan da yəni o vaxtı köhnə Bakıya bu xüsusi bir gözəllik verərdi. Ələkbər də ki öz iş başındadır. Yemləyir onları, ne bilim sularını götürüb. Əli necəsən qədi? Nə var, nə yox? Sağ ol, ay Murad, sağ ol. Əli, sən mənim canım, hindi var gənə bu ilə məşğul olanlar, yoxsa azalıblar? Hə. İndi yox da, Ələkbər. İndi o quşlar da var. Öyrətlər çox haqlar tələb elədilər quşlar. Hə, yəni hindi cins quşlar yoxdur da, demək olar ki. Quşlardan var, 2-3 alda var. Səndə var hələ quşlar? Baxın. Yaxşı quşlar var idi. Qoyuram burada, biliyorsun, başına çıxsa gedirəm. Tapışıram, gəlib görürəm, bir şey yapar. Ne danışırsan? Arada gidiyorum. Həri, qardaş, Bağlar həri. aparır. Hə, köynələr. Yəni bax söhbət budur da. Ümumiyyətlə, yəni bax heyvana baxmaq, heyvana yem vermək, bu cür nə gözəlliyi bəsləmək özünə görə həm gözəllikdir, həm yaraşığı verir, həm də bir savab işdir. Yəni ki, buradan demək istəyirəm ki, hələ də o quşbazlar Bakıda ölüb getməyiblər amma köynələrdən biri də var, buradadır Ələkbər. Qəlbdən qəlbə köhnə Bakı məhlələrindən, qədirli tərəfdə. Bu qədər.